Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiyai vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri ve ahlul uqdeten min lisani yefkahu qavli. Əziz qardaşlarım, həmişə olduğu kimi hamınıza, eləcə də özümə Allahdan qorxmağa nəsihət edirəm. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm sahabələrinə hər gün bu nəsihət edərdi. Yadlarına salardı. Yadlarına salardı ki, onlar daim təqvanı artırmaqla məşğul olsunlar. Təqvanı qəlbdə artırmağın yolları çoxdur. Adam Quran oxumaqla, namazını doğru düzgün qılmaqla, oruç tutmaqla, dua eləməklə, zikr eləməklə və s. təqvanı artıra bilər. Amma təqvanı artıran ən gözəl amillərdən biri, mən deyərdim ki, ən başlıcası ölümü yada salmaqdır. Ölümü yada salmaq. Əgər siz bir anlıq gözünüzü yumub, düşünsəniz ki, qəbirdəsiz, bir də bu həyata qayıtmayacaqsınız, çalışacaqsınız, bütün əməllərinizi düzəldəsiniz. Hər gün ölümü yada salan sahabələri Allah Subhanahu ən fəzilətli insanlardan etdi. Ən üstün insanlardan etdi. Onlara ən böyük nailiyyətləri nəsib etdi. 60-70 min sahabə cəmi 30 ilin ərzində tarixi oxusanız özünüz görərsiniz. Nə cür nailiyyətlər əldə etdilər. Böyük bir xilafət qurdular. Və Allah onları elə uzatdı ki, 15 əsrdir ki, onların adlarını dünyanın hər yerində insanlar çəkir və radiyallahu anh deyə dua edirlər. 15 əsr bu zarafat deyil. Allah onları ucaldır. Tövbə surəsinin 100-cü ayəsini oxusaz kifayət edər. Allah Subhanahu o ayədə xəbər verir ki, sahabələrdən və onların yolunu tutub gedənlərdən, onların yolu ilə gedənlərdən razıdır və onlar üçün ağacları altından çaylar axan cənnət bağları hazırlayıb. O sahabələrə Peyğəmbər sallallahu aleyhi ve sellem bir dəfə nəsihət edirdi, ömrünün sonuna qədər onun buyruğunu yerinə yetirirdilər. Bir dəfə qadağan edirdi, ömrünün sonuna qədər o qadağan etdiyi şey yaxınlaşmırdı. Ona görə Allah Subhanahu onları ucaltdı. Və bunun səbəbi də ölümü xatırlamaqdır. Vallahi sizə deyirəm, ölümü xatırlayan insan pis əməllərdən çəkinir, çalışır daim yaxşı işlər görsün. Axırda misal çəkəcəm, hamını heyrətə gətirəcəm. Hamı heyrətə gələcək o misallardan. Axıra saxlamışam onu. Əvvəldə isə bu söhbətimin əvvəlində sual vermək istəyirəm. Bütün bizi dinləyən müsəlman qardaş və bacılarımıza sual vermək istəyirəm və onlar da dünyada olan insanların hamısına bu sualı versə eyni cavabı alacaqlar. Sual belədir. Öləcəksənmi? Cavab, heç olar cavab verməsə də mən bilirəm ki, cavab nədir? Dünyada olan hər kəs kimdən soruşsan deyəcək, bəli, öləcəm. Kim deyə bilər ki, ölməyəcəm? Kim bunu inkar edə bilər? Müsəlman olsun, qeyri-müsəlman olsun, kim olur olsun. Kimə sual versən, öləcəksənmi? Bəli, öləcəm. İkinci sual, niyə bəs ölmək istəmirsən? Xəstələnən kimi həkimə qaçırsan ki, səni sağalsın ki, ölməyəsən. Elədir? Deməli, sən qaçırsan ölümdən ki, ölməyəsən. Deməli, sən bilirsən ki, həyatdan, bu şirin həyatdan köçmək sənə ağır gələcək. Bir daha bu həyata qayıtmayacaqsan. Bunu da istəmirsən. Sən istəyirsən ki, yaşayasan, həyatdakı o ləzzətlərdən dadasan. Amma Peyğəmbər sallallahu aleyhi ve sellem nə deyir? Bütün ləzzətlərə son qoyan ölümü tez-tez xatırlayın. Fikir ver.
Ölüm bütün ləzzətlərə son qoyur. İndi axırda bunu biraz geniş izah edəcəm. İndi bu sualın cavabını tapdıq. Ki, hər kəs bilir ki, öləcəm, amma hər kəs də ölümdən qaçır, ölmək istəmir. Bəs Allah Subhanahu taala Quranda nə deyir? Qaf surəsində görün nə deyir? Və cəə səkratul mauti bil haqq. Ölüm bihuşluğu həqiqətən gələcək. Ey insan, insana müraciət edir. Hər bir insan bilsin ki, onu ölüm yaxalayacaq. Əcəli çatanda yaxalayacaq. Ayənin dalına baxın. Zəlikə mə kuntə minhu təhid. Bu sənin qaçdığın bir şeydir. Yəni, qaçırsan, istəmirsən ki, səni yaxalasın. Xeyri yoxdur, hara qaçırsan, qaç. Qalağın içində olsan belə, o ölüm gəlib səni yaxalayacaq. İndi, əgər biz ayda bir dəfə başdan axıra qədər Quranı oxusaq, hər ayda bizə həmən bu ayə və buna bənzər nə qədər ayələr var. Xatırlatma olsa ki, öləcəksən, əcəlin çatdı, gedəcəksən. Gör, necə insanın əxlaqı düzələr. İnsan başlayacaq ancaq yaxşı işlər görməyə. Çünki bilir ki, ölüm gələcək və ölümdən sonra onu nə gözləyir? Haqq hesab gözləyir. Çalışacaq ki, əməllərini düzəltsin. İndi, Peyğəmbər sallallahu aleyhi və səlləm həmin o an var, ölüm anı. Ölüm bihuşluğu ki, gəlir. O anı nəyə bənzədir, bilirsiniz? Bir gün bədəvilər gəlir Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına. O bədəvilərdən bir nəfər soruşur ki, ya Rasulullah, qiyamət nə vaxt qopacaq? Peyğəmbər sallallahu aleyhi və səlləm qiyamətin nə zaman qopacağını bilmir. Onu ancaq Allah bilir. Lakin Rasulullah sallallahu aleyhi və səlləm həmin bədəviyə müqayisə etməsi üçün gör nə deyir. Həmin vaxt Rasulullah sallallahu aleyhi və səlləm bayırda oturub, yanında da bədəvilər, sahabələr və biraz kənarda da balaca uşaqlar oynayır. Hədisdə deyilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm həmin o uşaqların ən balacasını göstərir. 4 yaşında olub, 3 yaşında olub, neçə yaşında olub. Ən balacasını göstərir və bədəviyə deyir ki, əgər Allah buna qocalana qədər yaşamağa ömür versə ki, o yaşayıb o yaşa çatsın, sən öz qiyamətini görəcəksən. Nə deməkdir bu? Yəni, o yaşa dolana qədər sən artıq qocalıb, vəfat eləyəcəksən və sənin o ölüm anın ki var, o qiyamətdir. Bunu alimlər, ölümü alimlər kiçik qiyamət adlandırır. Bu haqda ayrıca kitablar da yazıblar. Böyük qiyamət, qiyamət günü olacaq. Yer, göy dağılacaq. Kiçik qiyamət isə insanın ölüm anıdır. Qardaşlar, kiçik qiyamətdir ya. O, bilirsiniz, elə belə şey deyil, hə? Ayşə radiyallahu anh deyir ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləmin ölüm bihuşluğunu görəndən sonra başa düşdüm ki, doğrudan da bu qiyamətdir. Peyğəmbər, Allahın ən sevimlisi sallallahu aleyhi və səlləm həmin o çətin anı keçib. Ölüm bihuşluğu çox çətin andır. İbn-i Qeyyim rahiməhullah deyir ki, əgər sən sağlam ikən, ağlın da başında ikən Allahı yad etmirsənsə, ölüm bihuşluğu gələndə canın xəstə, ağlın da başında olmadığı halda Allah sənə kömək eləməyəcək. Sən gərək elə yaşayasan ki, sonluğun da Allah sənə kömək olsun, yaxşı olsun. Peyğəmbər sallallahu aleyhi və səlləm səhərdən axşama qədər Allahdan bağışlanma diləyirdi. Bu haqda mən dəfələrlə danışmışam. Və bu haqda bizim ayrıca kitabımız var, 5 dildə. Cənnətin açarı. Ərəbcə, rusca, türkcə, ingiliscə, Azərbaycanca. O kitabda biz qeyd eləmişik ki, Rasulullah sallallahu aleyhi və səlləm 24 saat ərzində hansı vaxtlarda Allahdan bağışlanma diləyirdi. Ömrünün axırına qədər belə yaşayan insan, Allahdan bağışlanma diləyən insan. Son anında, son nəfəsində əlini qaldırır. Deyir, Allahümmə əğfirli, vərhəmni və əlhikni bir rafiqil ələ. Allahım məni bağışla, mənə rəhmət və məni uca dostlara qovuşdur. Necə yaşamışdırsa onu elə də sonluq nəsib olur. Allahdan bağışlanma diləyə-diləyə bu dünyadan köçüb gedir.
Biz də həmçinin necə yaşasaq, elə də sonluq nəsib olacaq. Vay o kəslərin halına ki, xoş günündə Allahı yad etməyib. O çətin gün gələndə Allah onları yad etməyəcək. Diqqət edin. 2 dənə ayə deyəcəm. Belə ayələr çoxdur. Cəmi 2 dənəsini deyəcəm. Xatırlatmaq üçün. Ayədə görün nə deyir? Kaş axirət həyatım üçün əvvəlcədən hazırlıq görəydim. Bax, Peyğəmbər sallallahu aleyhi ve sellem bir sahabəni dəfn eləyəndə o biri sahabələrə deyir ki, bu gününüz üçün hazırlıq görün. Sonra deməyəsiniz ki, kaş bu gün üçün hazırlıq görəydim əvvəlcədən. İkinci ayə, kaş bir də dünyaya qaydaydım, yaxşı iş görənlərdən olaydım. O bir ayədə deyir ki, bunu təmanna eləyəndə ki, Allahım məni qaytar dünyaya, yaxşı işlər görüm. Allah deyir, yox, artıq geriyə yeri yoxdur. Qarşıda səni bərzaq həyatı gözləyir. Bu çox təhlükəlidir, qardaşlar. Ona görə çalışın, davamlı olaraq ölümü xatırlayasınız. Ölümü xatırlamağın faydası nədir? Bunu bilmək lazımdır. Ki, daim onu fikirləşəsən ki, mən ölümü xatırlasam, nə əldə edəcəm? Sahabə gəlir, deyir, ya Rasulullah, ən ağıllı mömin hansı mömindir? Diqqət edin, möminlər çoxdur. Amma sahabə istəyir ki, möminlər arasında ən üstünü, ən fəzilətlisi, ən ağıllısı olsun. Onun üçün nə etməlidir? Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, ölümü tez-tez xatırlayan və ölümdən sonraki həyatına hazırlıq görən. İndi gəlin müqayisə edək. Böyük bir şirkəti idarə edirsən. Şirkət rəhbərisən. Sənə daha yuxarıdan, rəhbərlikdən məktub gəlir. Bu məktubda yazılanları hesabatı verməlisən ki, şirkətin bağlanmasın. Hesabatı düzgün verməsən, orada qüsurlar çıxsa, həbs oluna bilərsən. 10 il, 15 il gedərsən həbsə. Əgər sən o sənə gələn məktubu atsan ki, boş şeydir bu, kim deyə rəhbərlik. Sənə kənardan baxan nə deyəcək, bu ağılsızdır. Özü öz əli ilə öz quyusunu qazdı. Elə deyil? Atdı kənara, sonra rəhbərlik də gəldi, şirkətdə bağladı, özünü də 10-15 il atdı həbsə. Hamı nə deyəcək, bu ağılsızdır. Ağlı yoxdur bunun. İndi Allah Subhanahu taala sənə o boyda kitab nazil edib. Əgər sən onu oxumursan, hazırlıq görmürsən o günün üçün və cəhənnəmə gedirsən, ağılsızsan. Ağıllı mömin daim fikirləşər ki, çıxacam Allahın huzuruna, gezi tezi var. Əcəlim çatanda gedəcəm. İnnə lillahi və innə ileyhi raciun nə deməkdir? Allahın huzuruna qaydacam. Özün etiraf edirsən bunu. O günün üçün bəs niyə hazırlıq görmürsən? Əsas budur. O günü üçün hazırlıq görənlər, o günü davamlı düşünənlər, bax, həqiqi ağıllı mömin o möminlərdir. O gününü fikirləşməyən mömin, bütün günü dünyaya bağlı olan mömin Allah yanında fəzilətli ola bilməz. Mümkün deyil. Deməli, Peyğəmbər sallallahu aleyhi ve sellem görün nə deyir? 2 dənə hədis deyəcəm. Hədislər çoxdur. Yəni, mövzunu uzatmaq istəmirəm. Bu dünyada bir müsafir kimi, ya qərib kimi ol. O bir hədisdə də bütün ləzzətlərə son qoyan ölümü tez-tez xatırla. İndi özünüz bir fikirləşin. Getmirsən səfərə, bir həftəlik, hansı ölkəyə? Darıxırsan axı öz ölkən üçün, vətənin üçün, valideynin üçün, övladın üçün, ailən üçün. Tez qayıtmağa çalışırsan da, elə deyil. Harada ki, uzun müddət yaşayırsan, ora qayıtmağa, ora üçün darıxırsan. Səfərdə olduğun yerdə sən qalmaq fikrin yoxdur. Bu dünyada əgər sənin səfərdə olduğun yerdirsə, qərib yerdirsə, əbədi yurt səni gözləyir qarşıda. Əbədi yurt, ya cənnət, ya cəhənnəm. O əbədi yurt üçün niyə hazırlıq görmürsən?
Bax, onu fikirləşən, əbədi yurdu fikirləşən adam həqiqi, ağıllı möminlərdən sayılır. Deməli, burada nə deyir Peyğəmbər s.ə.v? Bütün ləzzətlərə son qoyan, ölümü tez-tez yada salan. Bu cümləni başa düşmək üçün mən sizə nəsiyyət edirəm ki, o can verən insan var, söhbətin əvvəlində ayəni gətirdim, ölüm bihuşluğu gəlir. Son nəfəsi də artıq can verir. Gedin onu ziyarət edin. Başının üstündə durun. Ona şəhadət kəlməsini, La ilahe illallahı dedizdirin ki, bu dünyadan son kəlməsi La ilahe illallah olsun, cənnət əhlindən olsun. Onun həmin an halına baxın. Həmin an kimsə ona deyir ki, yemək gətirim, istəmirəm. Çay, istəmirəm. Dünyanın naz nemətini onun qarşısına qoy, ona baxmayacaq heç. Ləzzətlərə son qoyuldu, ölüm gəldi, ləzzətlərə son qoyuldu. Fikir verirsinizmi? Yaxud məsələn üçün, adam xəstədir, ağır xəstədir. Nə ona təklif eləsən, hansı ləzzətli bir şeyi təklif eləsən, deyəcək, yox, bu dəqiqə fikirləşirəm ki, necə eləyim, ayağa qalxım. Deməli, canının hayındadır. Bu ləzzətlər hamısı getdi işində aycan. Canının hayındadır. Bax, qiyamət günü də Allahın huzurunda olanda elə olacaq, ha. Allah Teala nə deyir? Bəlkə də hamınız əzbər bilirsiniz bu ayəni. Yəvmə yəfirrul mər'u min əxih və ummihi və bənih və ummihi və abih və sahibətihi və bənih likulli mri'in minhum yəvmə yedin şə'nun yuğni. O gün hər kəs öz hayında olacaq, öz zannının hayında. Qardaşından, valideynindən, övladından, ailəsindən, hamısından qaçacaq ki, öz canını qurtarsın. Gör, nə cür qorxulu bir gündür. Peyğəmbər sallallahu aleyhi ve sellem də o gün üçün hazırlıq görməyi buyurur. Ağıllı mömin o günü üçün gərək hazırlıq görsün. İnsanların əksəriyyəti dünyaya bağlayıb könlünü. Bütün günü başı qarışır dünyəvi işlərlə. O günü yaddan çıxır. Amma elə ki, yatağa düşür, xüsusilə də ölüm xəstəliyi ki, gəlir, axır, onda artıq gec olur. Onda artıq başa düşür ki, bu fani dünyadır, boş dünya. Və ölümü yada salmağın faydaları çoxdur. O faydalardan üçünü deyəcəm sizə. Birincisi, Peyğəmbər sallallahu aleyhi ve sellem bayaqki hədisinin davamıdır. Diqqət edin. Bütün ləzzətlərə son qoyan ölümü deyir, tez-tez yada salın. Hədisin davamı gəlir. Davamı da görün nə deyir. Ölümü yada salan elə bir insan yoxdur ki, o zəngin olsun, xoş güngüzaran içində olsun, amma ölümü yada salan kimi dünya başına dar olsun. Və tərsinə, sıxıntı içində olsun, ölümü yada salmaq onu sıxıntıdan çıxarmasın. Gəlin bunu izah edək. Bax, sıxıntı içindəsən. Fikirləşirsən ki, evim yoxdur. Mən necə edeyim? Evim olsun. Övladımı böyütmək var. Filan işi görmək var, filan işi görmək, filan işi görmək. Və bu işləri görmək üçün illər lazımdır. Və yaxud aylar lazımdır. Bu səni sıxır. Ölümü yada salanda fikirləşirsən ki, bu gün öldüm. O fikirləşdiyim işlərin nə əhəmiyyəti var ki? Artıq ölümü yada salan kimi o sıxıntılar hamısı qəlbindən çıxır. Ki, Allah qədərimə nə yazıb o da olacaq. Rahatlıq tapırsan. Heç bir şeyi qəlbinə salmırsan. Allah nə yazıb, əlhəmdülillah. Mən sıxıntı anında ediləcək 10 dua adlı bəlaca bir şey hazırlamışam. Hamıya göndərmişəm onu. O dualar arasında 2 möhtəşəm dua var. Hamısı möhtəşəmdir, əlhəmdülillah. Hamısı Peyğəmbər s.ə.v bizə öyrətdiyi dualardır. Amma 2 möhtəşəm dua var. İndi deyəcəm, özünüz də görəcəksiniz ki, nə cür dualardır. 1. Peyğəmbər s.ə.v deyir ki, kim bu duanı eləsə, Allah Teala onun bütün sıxıntılarını aradan qaldırar.
Çünki bu duanı elə bir adam, elə bir sıxıntı anında edib ki, heç kəs ağlına gəlməz ki, o sıxıntıdan o qurtula bilər. Mümkün deyil. Orada qurtulmaq mümkün deyil, amma Allah Teala onu qurtarır. Çünki Allah üçün mümkün olmayan şey yoxdur. Yunus Aleyhisselamın balıq udur. Balığın qarnındadır. Oradan da çıxmaq mümkün deyil. Üstəlik dənizin dərinliyini aparır. Lap çıxdı balığın qarnından, o dərinliyi qalxmaq yuxarı, qalxana qədər elə öləcək yolda. 5-10 metr dərinlik deyil. Neçə 100 metr dərinliyə gedir balıq, aparır onu dərinlikdən. Oradan çıxmaq mümkün deyil. Lakin Yunus Aleyhisselam dua edir və Peyğəmbər sallallahu aleyhi ve sellem də həmin duanı tərifləyir. Deyir ki, elə bir müsəlman yoxdur ki, sıxıntı içində bu duanı eləsin. Allah onu o sıxıntıdan qurtarmasın. La iləhə illə ənt. Deyirəm, qəhər boğur məni, subhanallah. La iləhə illə ənt. Səndən başqa ibadətə layiq məbud yoxdur, ey Rəbbim. Subhanəkə. Sən pak və müqəddəssən. İnni kuntu minəl zalimin. Mən isə nəfsimə zülm eləmişəm. Mənəm günahkar. Məni bağışla. Allah Subhanahu bunu eşidən kimi ulanı əmr edir, o balıq qalxır, sahilə çıxardır və balığın qarnından çıxır. Möcüzədir bu, amma bu duanın gücüdür. Sıxıntı anında bu duanı edir. Ölüm anındaydı, bu dua ilə onu Allah Subhanahu qurtardı. İkinci dua, bu hər adama nəsib olmur, belə dua eləmək. Sahabələr dua edirdilər belə. Kənardan baxan onlara dəli kimi baxırdı. Ki, başına müsibət gəlib. Bu dua edib deyir ki, mənə yazdığın qədərdən razı qalmağı mənə nəsib et. Fikir ver. Allahümmə inni əsəlükə rida ba'dəl qada. Dəhşət duadır bu. Allah mənə yazdığın qədər, yəni müsibət gəlib başıma. Ondan razı qalmağı mənə nəsib elə. Ki, razı qalım ki, əlhəmdülillah ki, belə oldu. Fikir verin. Bunu anlamaq çətindir. Bunu yaşamaq lazımdır ki, anlayasın. İndi tam tərsinə, əksinə. Zalım, varlı, zəngin, vəzifəli adamdır. Birdən gəlib ona deyirlər ki, səndə elə bir xəstəlik var ki, 2 aydan sonra öləcəksən. Onun tamamilə yadından çıxır villaları, yığdığı qızılları, dollarları, evroları, hardasa olan gəzdiyi qızları, içkiləri, nə bilim nələri. Hamısını unudur, qoyur kənara, heç onlar barədə düşünmür də. Tez qaçır ən yaxşı həkimin yanına ki, ay həkim, məni qutar, bu xəstəlikdən ölməyim. Fikir verin, bütün həyatı alt-üst oldu ya. Yəni o boyda o cür zənginliyi olan adamın bir anda bütün əhval-ruhiyyəsi korlanır və həkim ki ona deyib, 2 ay öləcəksən. Oturur bütün 2 ay, hər gün 24 saat ancaq fikir, axırda da elə ölüb gedir. Ölümü yada sala ölüb gedir. Ölümü yada salmaq onun bütün o zənginliyini, vəzifəsini, bütün o ləzzətlərin hamısını ona unutturur. Bax, əsas bunu Peyğəmbər sallallahu aleyhi ve sellem bizə çatdırmaq istəyir ki, ölüm mömin adamın bu həyatda gün güzaranını yaxşılaşdıran, ona rahatlıq verən bir amildir. Əsas amil. Bu bir. İkinci hədis, Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələrinə deyir ki, qəbirləri ziyarət edin. Qəbir ziyarət eləmək nə üçündür? Ölümü yada salmaq üçündür. Düzdür? Qəbirləri ziyarət edin ki, axirətinizi yada salasınız. Qəlbiniz yumşalsın və gözləriniz yaşarsın. Gözləriniz yaşarsın, təsəvvür elə, ağlayasan yəni. Qəbiri ziyarət eləyən adam diqqətlə dayanıb orada baxsa qəbirə və düşünsə ki, gec-tez onu qoyacaqlar ora. Mütləqə bu qaçılmazdır. Bilirsən, necə qorxu düşəcək canına. Necə qorxu düşəcək və təqvası necə artacaq o adamın. Təsəvvür edin, Osman ibn Affan radiyallahu anh.
Peyğəmbər sallallahu aleyhi və səlləm hələ sağlığındaykən Osmana deyir ki, ey Osman, sən cənnətliksən. Bu gündən sonra nə qədər günah eləsən, hamısını Allah sənə bağışlayacaq. Sağlığındaykən Osmanı cənnətlə müjdələyir. Buna baxmayaraq Osman hər dəfə qəbirləri ziyarət eləyəndə o qədər ağlayırdı ki, özündən gedirdi. Biz qəbri ziyarət eləyəndə gözümüzə yaş gəlirmi? Qəlbimiz yumuşalırmı? Əsas budur. Ölümü tez-tez yada salmaq. Və ola bilər deyəsən ki, hər gün qəbirsanlığa getməyə vaxt yoxdur, iş yüz adamıyam, qəbirsanlıq harda, uzaqda və s. Bunun asan bir yolu var. Hər gecə yatmamışdan əvvəl zikirləri eləyirsən axı. Nə deyirsən? Bismikallahumma əmutu və əhyə. Ey Allahım, sənin adınla ölürəm. Və əgər sən istəsən diriləcəm. Bunu dili ilə deyən adam dərk eləməli deyə nə deyir? Dərk eləməlidir ki, indi birazdan mən yatacam. Yatan kimi ruhum çıxır bədənindən. Buna da dəlil Quranda ayədir. Siz yatanda ruhunuz bədəndən çıxır. Sonra biz istəsək o ruhu qaytarırıq, siz həyata qayıdırsınız. İstəməsək saxlayırıq o ruhu, yuxudaykən o adam ölüb gedir. Qardaş, hər gecə sən ölümü xatırlaya bilərsən axı. Hər gecə sən ölümü xatırlaya bilərsən. Bunu Peyğəmbər s.ə.v bizə öyrədib. Və səhər oyananda da zikir. Əzbər bilirsiniz bunu? Elhamdülillahilləzi əhyənə ba'dəmə əmətənə və ileyhin nuşur. Bizi öldürdükdən sonra dirildən Allaha həmd olsun. Biz onun huzuruna qayıdacağıq. Fikir ver, öldürdükdən sonra. Yatmışdıq. Ölü idik. Allah bizi diriltdi. Qardaş, dərindən düşünəndə nə başa düşürük? Hər gün ölüb dirilirik biz. Hər gecə ölürük, səhər dirilirik. Hər gecə deməli biz ölümü xatırlaya bilərik. Sadəcə olaraq insanların çoxu qafildir. Elə bilir, elə belə də olmalıdır. Yatdım, durdum, yatdım, durdum. Yox, nə qədər insan var, yatıb durmur. Və Allah Taala göstərir ki, mənim əlimdədir onun oyanması, ruhunun ona qayıtması. Və nəhayət 3-cü hədis, Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, sizdən biriniz namaz qılarkən elə fikirləşsin ki, bu son namazıdır. Namaz qılırsan və düşünürsən ki, vəssalam, bu namazdan sonra mən öləcəm. O namazı necə qılarsan sən? Xuşu ilə, rahat, Allaha qəlbin tam bağlı olduğu halda. Mənim bir dostum bir söz dedi mənə, o qədər təsir elədi imanıma. Getmişdim ziyarət eləməyə onu xəstəxanada. 2-3 gün idi xəstəxanadaydı. 2-3 gün xəstəxanadadırsa, deməli orada bir 10-15 namazı orada qalıb. Yataqda. Dedi ki, qardaş, mən uzun illərdir bu məmləkətdə məscidə cəmaat namazına gedirəm. Cəmaatla bir yerdə namaz qılıram məsciddə. Ancaq bu bir neçə gündə burada qıldığım namazdan aldığım ləzzət kimi ləzzət almamışam. Dedim, qardaş, çünki burada sənin canın ağrıyır. Artıq Allaha yaxınlaşırsan. Onda artıq insan başqa cür ibadət edir. Onda mən dərk elədim, bu hədisdə Peyğəmbər s.ə.v deyir ki, elə bir son namazındır. Onda artıq dərk eləyirsən, neysən ki, subhanallah, doğrudan, gözünün qabağında da canlı şahid. Adam deyir ki, mən indi aldığım ləzzəti heç vaxt almamışam. Çünki artıq Rəbbinə yaxınlaşmaq ehtimalı var. İndi, qardaşlar, sual verəcəm. Və düşünürəm ki, mənim bu verdiyim sualı hər yerə yayacaqlar. Və düşünürəm ki, hamıya da faydası olacaq. Adam oturub fikirləşir. Bir saatdan sonra gedim filan kəsi öldürüm. Və ya bir saatdan sonra gedim filan qadınla zina eləyim. Və ya bir saatdan sonra gedim faizə pul alım.
Və ya bir saatdan sonra gedim filan məclisdə oturum içki içim. Və ya bir saatdan sonra gedim narkotik qəbul edim. Və ya nə qədər uzatmaq olar bu sualları. Həmin an, o fikirləşdiyi an, bu misal üçün deyirəm ha, Cəbrail əleyhissalam gəlir. Vəhiy gətirir Allahdan ona. Deyir ki, Allah Teala buyurdu ki, 5 dəqiqədən sonra sən öləcəksən. İndi sualım nədir? Həmin adam o fikirləşirdi ki, filan günahları. Yenə fikirləşəcək onu. Ölümü xatırlayan kimi artıq o pis əməllər son qoydu da fikrində ki, mən eləməyim bunu, çünki ölüb gedirəm. Bu 5 dəqiqə ərzində saatına da baxacaq ha. Dayanmadan Allahdan bağışlanma diləmək. İstiğfar, tövbə ki, canını qutarsın. Elə deyil. İndi ölümü xatırlamağın faydası budur, qardaşlar. Ölümü xatırlayanda artıq gələcəkdə pis iş görmək niyyətindən o ölüm səni çəkindirir. Qoymur ki, şeytan sənin qəlbivə girsin. Nəfsin səni üstələsin. Və ölümü xatırlayan nə qədər sahabələr, tabinlər və s. və bunların hamısının həyatı bizə örnəkdir. Onlar nə qədər gözəl sözləri var. Onların elə bil ki, birini misal çəkəcəm sizə, özümə o qədər ləzzət eləyir o. Şeirlə dediyi misaldır. İmam Şafi rahiməhullahın. Diqqətlə baxın, görün nə deyir. Ağlayırdın ey insan, sən dünyaya gələndə, sevinib gülürdülər insanlar yan yörəndə. Həqiqətən belədir də, elə deyil. Hər birimizin yəqin ki, övladı var. O övlad dünyaya gələndə, nənəsi, babası gəlir, sevinir. Xalası, bibisi, əmisi, dayısı, qohum əqrəb hamısı yığışır. Hamı gülür, sevinir. O uşaq dayanmadan ağlayır. Ya yemək istəyir, ya altını batırıb deyə. Ağlayır bu, dayanmadan, düzdür? Ağlayırdın deyirsən ey insan. Dünyaya gələn, amma hamı sevinirdi. Şeirin dalına baxın. Özün üçün gün ağla. Elə işlər gör ki sən. Onlar ağlayan zaman sevinəsən, güləsən. O gələcək o gündə, o gün hamı yığışacaq başımıza, ortaya qoyacaqlar bizi, ağlayacaqlar. İndidən elə işlər gör ki, onlar ağlayanda sən sevinəsən. Allahın huzuruna üzü ağ gedəsən. Sonumuzun yaxşı olması üçün mən qəşəng bir şey hazırlamışam. Və bu hazırladığım 5 dildədir. Bu Azərbaycan dilindədir. Bunun ərəb, rus, türk, ingilis dilində olanlarını da hazırlamışıq biz. Kim hansı dildə istəsə götürüb istifadə edə bilər. Bu nədir? Bu Peyğəmbər sallallahu aleyhi ve sellemin bizə öyrətdiyi 3 möhtəşəm duadır. Əgər bu dualar bizə ömrümüzün sonunda demək nəsib olsa, cənnətlik olacaq. Ömrümüzün sonunda da bunun bizə nəsib olması üçün gərək biz bunu hər gün deyək ki, Allah Teala ömrümüzün sonunda bizi buna nisib eləsin. Biri La ilahe illallahdır. Bunu hər gün deyirik biz səhər axşam zikirlərində. Namazdan sonra. Bunu hər gün deyirik, əlhəmdülillah. Ömrümüzün sonuna da Allah bizə bunu müvəffəq eləsin. İkincisi, bu möhtəşəm duadır Peyğəmbər s.ə.v. Bayaq dedim. Allahümmə əğfirli və rəhəmni və əlhiqni bir rafiqəl ələ. Məni bağışla, mənə rəhmət və məni uzaq dostlara qovuşdur. Bu dua ilə də Allah'a yalvarmaq lazımdır. Və nəhayət üçüncüsü, bu da möhtəşəm duadır. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kim bu 5 təhlili, təhlil yəni la ilahe illallah, təhlili ölüm anında desə, cəhənnəm odu ona toxunmaz. Və diqqət edin, əziz qardaşlar, demədi cənnətə girər. Cənnətə girər desəydi, cəhənnəmə gedib sonra cənnətə girmək ehtimalı da var. Belədir. Cəhənnəm odu deyə ona toxunmaz. O deməkdir ki, birbaşa cənnətə gedəcək. Möhtəşəm duadır bu. La ilahe illallah, Allahu akbar. La ilahe illallah vahdahu. La ilahe illallah, la şərikə ləh. La ilahe illallah, ləhul mulk və ləhul həmd. La ilahe illallah, la havle və la quvvətə illə billah. Bu 5 təhlili hər gün əgər
deyib biz əzbərləsək, bunu ilə Allaha yalvarsaq, son nəfəsimizdə də Allah bunu bizə nəsib eləsə, xoş bizim halımıza. Sonda mən hamısını dua edəcəm. Bu duaları da bax elə belənçinə qəşəng hazırlamışıq. İstəsəz sizə onu PDF formatında verərəm, əzbərləyərsiniz. O dualarla Allaha yalvararsınız. 5 möhtərəm insanın 5 duasıdır. O dualarla Allaha dua edəcəm hamımız üçün. Birinci, İbrahim Aleyhisselam bizə öyrətdiyi duadır. İbrahim Aleyhisselam tək dua edib özü üçün, övladları üçün, mən isə hamımız üçün edəcəm onu. Bizə öyrətdiyi kimi. Rabbi həblənə hukmən və əlhiqnə bis salihin və cəllənə lisanə sıdqin fil əxirin və cəllənə min vərəfəti cənnətin nəyim. Ey Rəbbimiz, bizə hikmət bəxş et, bizə əməli salih qullarına qovuşdur. Sonra gələn nəsillər həmişə bizi xoş xatirələrlə yad etsin, bizə gözəl ad qismət elə və bizi nəyim cənnətinin varislərindən et. İkinci dua Yusuf Aleyhisselam bizə öyrətdiyi duadır. Onu da cəm şəkildə deyəcəm. Fatırəs səməvati vəl-ard əntə vəliyyünə fid-dunya vəl-əxirə təvaffənə musliminə və əlhiqnə bis-salihin. Ey göyləri və yeri yaradan Rəbbimiz, dünyada da, axirətdə də bizim himayədarımız sənsən. Bizim canımızı müsəlman olduğumuz halda al və bizi əməli salih qullarına qovuşdur. Üçüncü dua Peyğəmbər sallallahu aleyhi ve sellemin bizə öyrətdiyi duadır. Bayaq onu qeyd etdim. Allahümmə əğfir lənə və ərhamnə və əlhiqnə bir rafiqil ələ. Allahım bizi bağışla, bizə rəhm et və bizi uca dostlara qovuşdur. Dördüncü dua Ömər ibn Xattab radiyallahu anh'ın bizə öyrətdiyi duadır. Allahümmə təvaffənə mə'l əbrar və lə tuxallifnə fil əşrar və əlhiqnə bil əxyar. Allahım bizim canımızı əməli salih dostlarımızla bir yerdə olduğumuz halda al. Bizi şər insanlardan uzaq elə və bizi ən xeyirli insanlara qovuşdur. Və beşinci dua Abdullah ibn Məsud radiyallahu anh bizə öyrətdiyi duadır. Allahümmə innə nəsəlükə imanən lə yərtəd və naimən lə yənfəd və murafaqətə nəbiyyükə Muhammedin sallallahu aleyhi və səlləm fi ə'ləl cənnətil xuld. Allahım bizə dəyişməyən iman, tükənməyən nimətlər və Peyğəmbərin Muhammed sallallahu aleyhi və səlləm ilə ən uca cənnətdə olmağı nəsib et. Subhanakallahumma və bihəmdik. Əşhədu ən la iləhə illə ənt. Əstəğfiruka və atubu ileyk.